Salam. Salam. Nəbin yoldaşı sizsiz? Hə, mənəm. Nə olub ki? Sizsiz. Nəbi haqqında sizinlə danışmaq istəyirdim. Ay xanım, sən mənim ərim haqqında mənlə nə danışa bilərsən? Sənin ərindən xəbərin var. Bütün günü mənə yazır. Əl çəkmir məndən. Hələ üstəlik itimi alıb vermir. Güllü, axşamın xeyir. Axşamın xeyir. Xeyir olsun, sən necə bu saatda çöldəsən? Kaş xeyir olardı, amma eşitdim dükanımı bağlayıblar. Xəzər, mən bilirəm kim eləyib. Kim eləyib, bilirsən? Rəqibin olduğun adam. Yəni, mənim bir rəqibim var, Nazlıdır. O da yox da, yəni, eləyə bilməz belə şey. Əlbəttə Nazlı ola bilməz. Amma qardaşları ola bilər. Yəni bir sözlə, hər şeyi Nazlının qardaşları eləyib. Dedim bəxtim gətirdi, şükür olsun Allaha. Suyumun qabağını kəsibdi, yetdi başdı əcdaha. Yetdi qaynım olmaqdansa, yetdi düşmənim olsun. Səni mənə versələr, dünyalar mənim olsun. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Səni mənə versələr. Ola bilməz. İnanmıram. Can, nə pis inanırsan sən ona? Xanım, dedim axı, ola bilməz. Ay ürəyim, işlərə çox da güvənmə. Gözlə bir dəqiqə. Ya səbir. Gözəl, mən indi uyğun yerdə deyiləm. İndi vaxt olsa indi rahat-rahat, şirin-şirin danışarıq. Okey canım? Nə oldu? Güllü, sən yəni zarafat eləmirsən də məndən? Yox. Dəqiq bilirsən ki, onlar eləyib. Xəbəri etibarlı adamdan almışam, yəni dəqiqdir. Belə nakişiliyi ancaq onlar eləyə bilər də. Bu kişilik yox, bu alçaqlıqdır. Qısım beşəndə necə xarizmatik olur ya. Kişi kişinin arxasında belə tülkü kimi hərəkətlər eləməz. Hələ mən belə nakişilik, belə şərəfsizlik görməmişəm bu yaşıma kimi. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Sonra görüşərik. Gecə xeyir. Xəzər, əsəbisən elə. Nəsə olub? Nə olmayıb ki? Mənim dükanımla üzbəyaz olan dükan var ya, 7 qardaş dükanı. Hə. Danışıram, əsəb keçirdirəm. Nə olub? Heç nə. Mənim dükanımı şərrədib bağladıblar. Kişilər. Hə, bildim. Onların səninlə nə problemi ola bilər? Heç özüm bilirəm ki, Orxan.
öncələr Nəbişim deyirdin. İndi nə oldu Nəbi deyirsən? Öldü Nəbiş. Nəmişka. Sənin də mən öz əllərimlə boğaram ha. Nəmişka. Sən mənimlə kim olacaq ha? Ay Nəbiş. Qaçma. Öyle- Qaçma. Ay. Gəl bura. Gəl bura. Bir dəqiqə gözlə, bir dəqiqə gözlə izah edeyim. Elə. Bir dəqiqə gözlə. Elə. Mən cavanam, deyim yəni ölməyim də, mən indi yaşayım. Hə sən elə cavanlıq eləyəndə ölmüsən də, onu eləmək Vurmadım. istəyəndə ölmüsən. Bir dəqiqə qulaq al. Mən qələt eləyərəm, quduraram birincisi. Başa düşdün? Mən qələt eləyərəm. Sən elə qələt eləmisən də, sən elə qələt eləmisən də, qudurmusan da. Gəl bura, qaçma. Gözlə bir dəqiqə, gözlə bir dəqiqə, gözlə bir dəqiqə. Bir dəqiqə. Sən bilən kimi də öyrən məsələ əslində. Mən Hadi bəs. bir dəqiqə qulaq. Valla sən bilən kimi məsələ elə deyil. Mən səndən icazəsiz həyata çıxmıram. Qaldı ki, qızla şirin danışım, eləyim. Sən nə bildin mən qız səni deyəcəm? Deməli sən danışmısan hə. Deməli sən, mən öz qulağımla eşitdim. Deməli o qız dedikləri düzdür. Hə, gəl bura. Gəl bura. Qulaq- Qaçma. Gəl bura. Nəbi? Ha bir dəqiqə. Qulaq. Düş aşağı. Düş aşağı. Gəl bura. Gəl bura. Tez ol. Gəlirəm, Gəl bura. Bura. Valla gəlirəm. O neydi qıza deyirdin? Nə deyirəm? Şekerim, şirinim, sonra danışarım. Ama sen ipini boş bırak. Boş bırak, uçamaz sen ipini. Cafer, Cafer. Əslində elə deyil məsələ. Yeterdi. Əslində elə məsələ. Mən nə bilim, şeyə görə də Ne göre, ne göre? De, itik almasın yəni. hiç olmasın diye. Ha bir vurma da hadi. Bundan sonra bir sen ne var? Sen ipini bıraktım. Git, cehennem ol neyse hele. Nemişka. Nemişkan senle tamamsın Deyan. Deyan sen. Gör sen başına bu Nemişka. Ne oynasacak? Deyan sen, Deyan sen. Nemişka. Görürsün. Nemişka. Kudurmuş. Nemişka getmə də, Nemişka. Şimdi mən neyləyəcəm? Alo Nazlı, qulaq as, ürəyin rahat olsun dedim hər şeyi. Çox rahat oldu. Şey deyə ağız boşalanda söz saxlamaq olmur ona görə. Gülü mən ağzımdan qaçırtmadım, özüm deməyə istədim. Ha, onda heç nə da, sənin qardaşlarımın düşməni elə ocaq başındaymış. Alo, Nazlı. Sözün düzü niyə heç kimə xoş gəlmir? Sağlam ol. Sağ ol. Qız, işə gedib. Xanım yatır, hammal da işləyir də işlə. Hammal da işləyir. Nə olsun? Get də bir yandan. Nuş olsun, nuş olsun. Gəl əyləş, sənə də nuş olsun. Yox, Əhməd əmi. Hambal nə vaxt birinci yeyir? Hambal hamıdan axırda yeyir. Mən hələ gedən Dilbəri dizdirməyə. Sən can fikir vermin, motoru qaynadır onu. Mən gedirəm. Yavaş ya, boğazında qalıb ölüb eləyəsən. Hara gedirsən qızım? Nəbidən boşanıram. Ay Zəfər, ay kişi, narahat olma da, qorxma. Polisə şikayət eləyən olsaydı, indi kimi eləyərlər də. Ay ürəyini buz kimi saxla, qəti narahat olma. Mənə bax, sən də son 5-sən deyə imkan vermir kimsə sənə, nə bilim, uşaq kimi baxsın. Sən kişisən, ürəkli ol, kişi, qorxma, heç nə də. Mən kişiyəm, ağrım zadım da heç şeyimdə qalmayıb. Narahat olma. Narahat olma. Ona səs gəl, qulaq as. Gizdən ora, gir, qulaq as. Maksimum diqqətli ol, izləmədə ol, yaxşı? Hə Güllü.
Ay qız yoxa küsməmişəm, dəlidir, dur gəl. Əmmə Güllü, nə arsan, halım yoxdur, qolumu tərpədə bilmirəm. Soyuq olmayıb, nə bilim, iki tükan işini işlədə bilmirəm, yoruluram. Yaxşı, yığacam. Sabahın xeyir. Sabah xeyir. Necəsən? Elə də şükür. Sən yaxşı olasan. Nəysə sənə uğurlu iş həftəsi arzulayıram. Çox sağ ol. Ona bax, ona bax. Talih. Talih, gəl düş qabağıma bir yerdə gedək dükana. Olmaz. Mən kişiyemi səni izləməliyəm. Talih, mən məsələmi körəm, dur gəl. Tez ol. Tez ol. Tez ol. Gəl. Düş qabağıma. Düş. Nə deyirdi? Talih. Nə deyirdi sənə? Deyirəm, məsələmi körəm. Sən mənə yaman cavab qaytarsan, ha. Düş. Ağsaqqal, başa düşmürəm mən. Niyə bu evdə olanlardan mən xəbərim olmur? Güya bizim xəbərimiz var, sən rahat ol da. Yaxşı. Xəbərimiz yoxdur, indi öyrənərik. Ay Nərmin, bu yana keç görmə. Ay bala, nə baş verib? Niyə gedirsən? Hara gedirsən? Nəbi mənim ürəyimə belə dodaq çəkdi, belə dodaq çəkdi. Ona görə də gedirəm. Belə böyümsən, hə sən? Ay ata, hər evdə olan söz-söhbətə görə gəlin çıxıb getməlidir ki. Orası da düzdür. Qızım, sən doğrudan ailəni dağıdacaqsan? Hə, çünki Nəbi məni alçaltdı. Nəbi mənim boynumu bükük qoydu. Nəbi məni incitdi. Buna kim dözər? Qız düz deyir də, hə? Alçalmağa kim dözər ki? Ağsaqqal, tələsik qərar verməyə nə var ki? Bəlkə doğrudan elə günah oğlundadır. Gəl Nərminlə tək-tək danışaq. Nərmin, keç içəri. Düz deyir də. Gəl qızım, gəl. Hamısını o manıs elədi, o manıs. Hardadır o? İndi əgər o da öz səhvlərini başa düşürsə, o çətin 100% qaçıb gizlənib. Mənə başını getir. Dəqiqə. Alo. Hə, Mirzəmi? Hə. Oldu, yaxşı. Mirzəmi bizə gəlir. Gördün? Xəzər inanmadı heç. Deyir, mən onlara neynəmişəm ki? Düz deyir də. Oğlan durduğu yerdə işə düşüb. Doğrudan sən niyə yad adama görə öz qardaşlarını satdın ki? Mənə görə, hə? Mənə görə elədin? Güllü, Xəzərə haqsızlıq olunub. Əgər mən o haqsızlığa göz yumsaydım, onda olacaqdım elə qardaşlarımın tayı. Amma sən belə çox qabağa gedə bilməzsən. Dükanı bağlı, otur dayı evdə onda. Xoş gəlmisən. Ay. Şahnaz xanım. Xoş gəlmisiniz. Heç xoş gəlməmişəm qızım. Nazlı, sən yaxşı qızsan. Özün də bizə bir neçə dəfə kömək eləmisən. Amma qardaşların bizə ziyan vurub. Xəzər məndən çox şeyi gizlədir, hər sözü demir mənə. Amma mən özüm eşitmişəm ki, dükanımızı qardaşların pis günə qoyub özləri də bağlatdırıblar. Səndən artıq dərəcədə xahiş edirəm. Bu məsələ ilə özün məşğul ol. Qoy qardaşların dükanımızı açdırsınlar. Yaxşı? Narahat olmuyor Şahnaz xanım. O murdarlar gec-tez öz cavablarını tapacaqlar. Bu məsələ ilə özüm məşğul olacağam. Nazlıva gələn danışsan, mundar nədir? Aslında mən gələcəyimi həll edirəm. Mənim nəyimə lazım sən qardaşların? Yox, mən neyniyim? Qəlbi yumuşaqdır da, kövrək insandır, söz deyə bilmir. Neyniyim? Görün də mənə qarşı necə olar? Ayıb olsun sənə. Sən ailənlə nə tər rəftar edirsən? Bütün günahlar məndə deyil. O gətirdiyim itdədir. Mən demişdim. I told you. Mən demişdim ki, o dog bu evə girməsin. Amma mənim sözümə qulaq asan olmadı. Papa,
O mənim dostum yoxdur, dostum. Rəsul əminin oğlu. O məndən xahiş edir ki, sevgilimdən ayrılmışam. Götür bu iti saxla, həm də müalicə elə. Mən də götürdüm, gətirdim evə. Nəmiş də elə başa düşüb ki, mən o üçün almışam. Deyə bilmədim ki, sənə üçün almamışam mən o. Uşaq gör səninlə nə yaxşı rəftar edib. Sən isə onu atıb getmək istəyirsən, hə? Söhbət onun burada qızla danışmağından gedir, itdən yox. Ağzı tut da. Sən bu söhbətə iti niyə soxdun? Sən qızla danışmısan. Ay bəs mən neyniyim? O qız itin yəsidir, itin istəyir. Sən o manus oğlun nəzib. Məni tirkaladı, mən də qaza gəldim, başladım qıza şirin-şirin danışmağa. Yoxsa Nəmiş gözəl bilirdi, mən şey eləyərdim, danışardım o qızla şirin-şirin. Üzü çörə. Nərmin, baxıram ki, bu uşaq neyinibsə sənin yaxşılığı üçün edib. Səni fikirləşib edib. Sən isə onu başa düşməmsən. Əhməd papa, indi çevrilib olacaqsa Əhməd əmi ha. Arvadını istəyən bunu eləməz. Eləyər? Eləyər? Nəmiş, valla mən o qızla sən niyə şirin-şirin danışdım? İtin istəyirdi də, itin gəlirdi, istəyirdi ki, gəlsin iti götürsün. Mən istəmirdim iti qaytarım. Sən fikirləşirdim ona görə. Yoxsa mən ona görə şirin-şirin danışdım. Sakit dur, mən sənə inanmıram. Dədə, deyirəm bəlkə qızı çağırıb qızdan soruşaq. Bunların hərəsi bir söz deyir. Ya buna inanasan, ya buna inanasan, kimə inanasan? Üstü təmiz ata. Mirzəmi, xoş gəlmisən. Heç xoş gəlməmişim. Mən sizi mərd kişi hesab edirdim. İndi nə olub ki bizə? Siz bilirsiniz ki, mən bu qapıya gəlmişəmsə, demək, nə zibil qaynatdığınızdan xəbərdaram. Aras. Bəli. Mən sənə tapşırmadım ki, kəndə gələn o təzə oğlanı incitməyim. Tapşırdım. Bəs onda niyə əməl eləmədin? Hə? Mirzəmi, ay Mirzəmi, indi kiçiyimizdir də, narahat olmayın. Mən özüm onu tənbih eləyərəm. Sənin özünü tənbih eləmək lazımdır. Bu işdə sənin dəlin var, bilirəm. Kəndimizə yaraşmayan hərəkətlər eləməyin. Adımızı batırmayın, ayıbdır, yekə kişisiniz. Bilmirəm, nə inirsiniz eləyin, səhvinizi düzəldin. Ağsaqqal sizin niyə danlayırdı? Yaxşı, narahat olma, həll eləyəcəm. Mən çox üzr istəyirəm, bağışlayın. Sözün düzü, bir səhvi, yəni bu qədər böyütməyi mən sizə yaraşdırmıram, yəni. Həm deyirik, boynumuzu alırıq da, dükkanı biz üzrünə qoymuşuq. Xəzər bizdən malları alırdı, biz verirdik ona malları. Özdə biz verdiyimiz mallar hamısı tərtəmiz. Siz bilirsiniz nə boyda qanunsuzluq eləmişsiniz. Dövlət arasında yalan məlumat verməyin və başqası şərət macərasını çəkməlisiniz. Bax, çox dəyərli, əziz, mən deyərdim ki, uca müfəttiş, sən zənə bizi fırradana balalarımın başına, bu nə yazar? Ya, bəs də. Nədir? Bəs də. Bir də dayandı. Dayandı, bəlkə bu dəfə işə yaradı. Bilirsiniz, bax, bir uşaqdılar da, bir səhvdir eləyiblər də, yəni bu ikisi, yəni əslində elə eləməzdilər, amma indi uşaqdılar da, nə eləyək? Başa düşmədim, bu bizlə deyildi. Məncə.
Bax, çox-çox üzr istəyirəm sizdən. Mən şəxsən bunların böyüyü kimi sizdən üzr istəyirəm. Yəni başqa cür fikirləşməyin. İndi uşaqdılar, bilməyiblər, vaxtında tormuz verməyiblər, başa düşürsünüz. Amma məndə də günah var. Mən bir böyük kimi bunların rutsnoyunu vaxtında çəkməmişəm. Yəni mənim günahım bir dənə odur. Nəbi? Ay Nəbi. Hardasan? Nəbi? Ay Nəbi. Buna bax, gəlib evimizi də tapıb. Yolu da bilirmiş, hə? Məni bura ayaqlarım yox, ürəyim gətirib. Ürəyinə qurban olum. Ürəyim niyə çağırmısan? Ne olar? Mən ürəyim demədən. Nə bir ürəyim, bəs deyil, itə görə. Danışırdı. Qurbanım, elə eləmə də. Mən bunu iti qaytarmayayım deyənə şirin dilə tutmuşdu. Xanım danış da, nətər olub bu danışdı? Ay xanım, bizim bu uşaq səndən nə danışır? O məndən çox şey danışıb, amma ayıbdır, burada deyə bilmərəm. Heç mən görmədim o danışıqlardan. Ay bacı. Nə? Ay tanımadığım adamın bacısı. Nə istəyirsən mənim qardaşımdan? Verdiyi sözləri tutsun. Ay mənə nə sözləri mən... Problem veriqəlis. Zver deyib durmusan, bunu zəllərmə buğaram, mən. Xanım, Mişqamla işin olmasa, Mişqa... Nə Mişqa? Sən Mişqa. Xanım, Danış da. Yox, nə Mişqa, nə danışım? Mən bilmirəm, baxın, mən... Nəmiş, Ari, Ay Mişqa xanım, ay xanım, bir dəqiqə dayanın. Mənim qardaşım ailəlidir. Bu səni narahat eləmir. Eləyir. Mişqa dedə. Ay, yox... Mişqa, söz verməmişdin boşanacaq. Bir yerdə yaşayacaq. Ay, mən nə var? Ay xanım, Nəmiş, mən bilmirəm. Heyf mənim əziyyətimdən. Hə, utan yerə gir, hə. Mən sənə nə qədər söz deyim, hə. Püf, sənin cəmdəyivə. Ayıb olsun sənə. Ha. Heç sən, mənim yaşım çatmır sənə vurmağa. Dostu başqa cür hirsim soymayacaq, hə? Heç eyb yox. Gör indi mən sizin başınıza nə oyun açacağam. Heç eyb yox, görərsiniz siz. Ay xanım. Nədir? Mən sizə nə eləmişəm? Niyə mənim ailəmi dağıdırsınız? İtimi ver, gedim hər şeyin düzünü danışım. Axşamınız xeyir olsun. Oğul, biraz ehtiyatlı ol. Bunlardan nə desən çıxar. Biz nə oğruyuq, nə də qulduruq, ay xanım. Bilirik. Onu da bilirik ki, yaxşı şər böhtan atmağa qadir insanlarsınız. Mama, yaxşı da. Nə olar mənə çay gətir də, xahiş edirəm. Xəzər. Mama, narahat olma. Eşidirsən, hə? İndi belə şey da, oldu, bitdi, getdi, bağlandı da bu söhbət. Oldu, keçdi, getdi. Ay, nə nağıl danışırsan, nə keç də. Sizin vurduğunuz ziyanı mən hələ hesablayıb qutara bilmirəm. Xəbərim var, nə boş-boş danışırsan. Başa düşmədim, hə? Sən bu ziyanı bizə yükləmək istəyirsən, hə? Qardaş oğlu, ziyanı hesabla, şəxsən mən özüm ödəyəcəm. Lazım deyil, Əhməd əmi. Amma səndən bir xahişim var. Bir də belə şey təkrarlanmasın, Əhməd əmi. Ay kişi, nəsə sözün varsa, buradayam da üzümə denən. Nə şikayət edirsən, burada?
Əslində olmamalıydı qardaş oğlu. Amma olub da üzürlü hesab elə. Həll eləyəcəm. Yürü. Bax, sonra demə ya Güllü mənə kömək eləmədi. Sağ ol da. Sənin ucbatından üzülümü çəkirəm. Yox, həftəlik mal çatdırmaq mənim nəyimə lazımdır da. Yo, biznes qurmaq elə asan idi axı. Elə olsaydı çoxdan, indi nə bilim, nə leydilərdən olmuşduq. Amma sənə bir dənə söz deyim, gələcəkdə bir dənə qəşə planlarım var. Əlimin pulu ilə qəşə obyektlər açacağam. Ağlımdadır onlar. Gözdə açarsan. Zarafatsız Gülü, çox yorulmuşam mən. Can, deyəndə güclə hamballıqdan canımız qutarır. İndi elədiyim nədir yaxşı? Özvə gün zarmaq. Ağlamaq deyildi o. Sən problemin biraz böyüdü, sən zarısan ancaq qutarar. Neçədən oldu orada? Ay piş 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 piş. Piş piş. Piş piş. Gəl, gəl. Piş. Kız 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 kız. İt axtarır. Kız kız. İtib qız-qızla axtar. Kız kız kız. Nəysə, mən susuram. Kız kız. Kız kız. Piş piş. Piş. Piş piş. Piş 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 piş. Kız kız. Ne var burada? Biz görmürsən banka balon bağlayırıq. Sən nə edirsən orada? Ne bileyim, yuxum qaçıb, başımı itirmişəm. Qaçıb yoxsa qaçırdıblar. Piş piş. Kız kız. Yoxdur orada heç nə gördüm. Kız kız. Kız kız. Kız. İçəridə. Piş piş Bax, piş. bax, bax. Kimsə gəlib orada. Ay Şəkər. Şəkər. Sən də yuxunun dalıcı qaçıb. Mən burada ailə münasibətini düzəltməyə çalışıram. Sən elədin zarafata bax. Sən Allah qarışman olar. Olan qalan şeydə dağıdacaqsan oturduğun yerdə. Yox. Bugün sən Crazy-yə cavab verməyəcəm. Məncə də. Burnum qaşınır. Hardasa buralarda da. Burnumun ucu göynəyir üçün. Sağlam ol. Hardasa buralarda. Piş 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 piş. Piş piş. Kız kız. Kız kız. Kız kız. Kız kız. Piş piş. Piş. Kızlar, biraz yavaş danışın. Niyə? Niyə? Az yavaştan. Niyə də? Neymiş yatıp? Başa düştünüz. Piş piş. Piş 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 piş. Kız kız. Piş piş. Piş piş piş. Kız kız. Kız kız. Böyük qardaşımın zəhmi məni məhv eləyir ha. Böyük qardaş. Sabahın xeyir. Günortan xeyir. Günortan xeyir. Necə belə gec açırsan dükanı? Nə bilim, səhərəcə mürəbbə bağlamışam, yatıb qalmışam. Vay vay vay. Narahat olmayı, gəlib gedən olmuyor. Birdən narahat olarsan. Narahat olmayım ha. Yəni onu demək istəyirəm ki, gəl nə ora, nə də bura gəlib gedən olmuyor da. Əslində bilmirəm narahat olunacaq səbəbdir ya yox, əşi nə isə, nə danışıram boş-boş. Yəni bir sözlə nə ora, nə də bura gələn olmuyor. Yaxşı Xəzər, yorulmayasın. Sən də.
Alo. Hə, yan otağa keçdim. Sən mənə niyə inanmırsan? Sən mənə niyə inanmırsan? Deyirəm, tapa bilmirəm də iti. Nə bilim, Nərmin harasa gizlədir. Narahat olma da tapacam. Axşama gəl apar, narahat olma. Amma səndən bir dənə şey xahiş edirəm. Gəl hər şeyin düzünü Nərminlə danış, yaxşı? Vəsə danışdıq, məndən zəng gözlə. Nə işə düşmüşəm məni? Bir dənə it məni ziplə salıb da. Bismillah. Səs elə də, mən də elə biləm. Nədən qorxsan mənə? Nə olub? İt sizin otaqdadır, xəbərin var. Hardan olsun, otaq görürsən sən. Ay. Nağraçağanla söhbət eləmirsən, qardaşınla danışırsan. Biraz ədəbli danışsın. Bildim də kömək eləmək istəyirəm də. Kömək eləmək istəyirəm. Nətər eləyək, otaqdan nətər çıxardaq o iti? Qoy fikirləşim. Qulaq as. Bəlkə qapımızın ağzında o dəxlisiz mahnılarından var, birini oxu. Dəxlisiz nə olur? Mənə görə dəxlisizdir. Nərmin səsə çıxanda gir risk iti götür, çıxar adam. Nətər fikirdir? Sənəcə lap şey oldu, o Rəşid doktor deyir. Samovarı alışdırın, maşa verin, qarışdırın, yarı məndən barışdırın. Sən bu söhbətin arasında varsan. Heç nə, mən qızı çağıracam, gəlsin itin aparsın da. Nə işə düşmüşəm mən? Oturmuşdum da yerimdə də mən, oturmuşdum da yerimdə. Bax, indi mən nəsə eləyəcəm, sonra hamıya hay vurassan ki, Nəcib məni tırxaladı, Nəcib məni tırxaladı. Görürsən, özün meyillisən, özün istəyirsən. Narahat olma da, heç nə şey eləməyəcəm, narahat olma. Bir dənə bu alınsın, Nəcib. Bir dənə bu alınsın, narahat olma. Hər şeyi eşitdim. İti heç kimə verməyəcəm. Adı, o it, o Nərmin, o da sən. Çıx vəziyyətdən. Mən... Xəzər. Salam. Salam, xoş gəlmisən. Sağ ol. Nazlı çox yorğundur, ona qıymıram. Sən mənə bir stəkan çay verərsən? Hə, niyə vermirəm ki? Gözdə gətirirəm. Sonra evlənəndə başına vurmağa sözüm olacaq da. Nə oldu, vaxt var idi, mənə çay daşırdın, indi özünə bir stəkan çay süzə bilmirsən ki? Deyərəm də elə. Yaxşısan? Hə, yaxşıyam, əlayam. Öz-özünə danışırsan deyəsən. Bilirsən, mən biri ilə də danışıram, sonra başqasıyla da danışıram, öz-özümə də danışıram, birinin sözünü başqasına da danışıram. Bu xasiyyətimə görə Nazlı məndən arada poçtalyon kimi istifadə edir. Necə yəni? Məsələn, o dəfə qardaşlarının sənin dükanı o günə qoymağını o demişdi sənə deyim. Doğrudan deyirsən, hə? Doğrudan. Yazıq qız 2 gündür çox yorğundur. 2 dənə dükanın malını çatdıra bilmir. Nəmiş, nə olar, yalvarım. Ver də it aparım verim də, yiyəsin, nə olar? Verməyəcəm. Bax, söz verirəm, yuxuda xor olamayacam da, bax, söz verirəm. Qaytarmayacam. Nəmiş, nə olar, ay Nəmiş? Bax, istəyirsən balaşımı birini də verim, axşam rahat. Verməyəcəm dedim. Balaşımı da birini verəcəm. Nəbi? Hə. Dedim verməyəcəm. Nə olar, yalvarım, bəs yiyəsi gözləyir, axı, nə olar, ay Nəmiş? Gözlə, gözləyirsin mi, batacam? Özüm deyib batacam. Ged aç. Sən deməli bunu mənim üstümə gətirmisən, Nəbi? Yox, mən bunu həyətə çağırmışdım, bu evə gəldi. Deməli evə gətirmisən də? Yox, Nəmiş, qulaq as da, gör nə üçün çağırmış. Xanım, bir şey də sən də. Qulaq asmaq istəmirəm mən. Yox, qulaq as, bir dənə qulaq as. Mən bunu çağırmışdım. Nəbi? Nə işi var ha bu qızın bizim evimizdə? Dəqiq Diana, onun heç bir səhvi yoxdur. İtimi qaytarsın deyə şantaj eləyirdim. Görürəm arvadı ilə bacarmır. Şükürsən. Bunu bayaqdan danışdı, olanları danışdı xanım, öldüm axı mən. O it balacalığından məndədir. Ondan başqa heç kimim yoxdur. Xahiş edirəm, itimi verin mən gedim. Xanım, valla əriniz sizi çox sevir. Nə olar qızım? İncitmə bizi. İtini ver getsin. Bizim də canımız qutarsın da. Xahiş edirəm. Gəl aparım sən ötürüm, gəl. Marağı öldü ətamız. Şunu qutardı. Nəmişqa? Nəbi? Nəbi? Ne?
Nəbi? Nəbi? Hə. Başa. Barışaq. Ağdaş, qaradaş, mən səndən yoldaş. Barışdıq? Onda otur sən gəl çay gətir. Merhaba da gətir. Yaxşı. Yorulmayasan. Gecdim sözü demək üçün. Eybi yox, day sabahdan rahat olarsan. Niyə? Niyəsi odur ki, müqaviləni pozuram, day mənə məhsul satmayacaqsan. Doğrudan deyirsən? Hər kəs öz məhsulunu satacaq. Sən başqa aləmsən. Heç buranın adamı deyilsən, məhv olur burada. Gedim yolasam. Get yolasın sən Allah. Asosil gəlir, asosil gəlir. Xoş gəlmisiniz. Sağ ol qızım. Nazlı, sən xətirvi dünyalar qədər istəyirəm. Amma qardaşlarımın hərəkətini yadımdan da çıxarda bilmirəm. Xəzər üzü yumşaq adamdır. Dava şavadan da uzaq olur. Amma qardaşlarımın uşağıma vurduğu maddi, mənəvi ziyanı bağışlaya bilmərəm. Nə qədər ki, polisə şikayət eləməmişəm, təzminatı ödəyin. Yoxsa axırı çox pis olacaq.